Xankəndi şəhəri. Hadisədən 10 gün sonra. Ata, məhkəmənin təqdim elədiyi sənədlərə görə hadisə bax burada baş verir. Və şəkillərdə yanlış xatırlamıramsa, desək burada görünür. Sən həmin günlə bağlı nəsə xatırlayırsan? Xatırlamıram. Bəs həmin gün içkili idi? Yox. Sən dəqiq xatırlamıyorsan. Ata, bəlkə sənin xəstəliyin var nəsə? Var. Xərçəng xəstəsiyəm. Necə? 6 aydır ki, xərçəng xəstəsiyəm. Bunu bizdən niyə gizlədirdin? Bunu sadəcə mən və anam bilirdi. Onun ölümündən sonra vəziyyətim daha da pisləşir. Həkim dedi. Və həmin xərçəng xəstəliyi sənin bu hadisəni xatırlamamağına səbəb olub? Yəqin ki. Biz bu dəlildən məhkəmədə istifadə edə bilərik. Sənin sağlıq durumunla bağlı bunu məhkəməyə bildirsək, həqiqətən sənə bəraət qazana bilərik. Lazım deyil. Həm də sən həmin məhkəmədə 40 ildən artıq işləmsən. Sənin onların yanında böyük hörmətin var. Sənin şəxsi nüfuzundan istifadə edə bilərik. Tofiq, keçmiş hakim, 40 il Xankəndi şəhər məhkəməsində fəaliyyət göstərmişdi. Mən tam 42 ildir ki, bu vəsailə çalışıram. Və bu toplumun insanları mənə güvənir. Mən sabah orada eləmədiyimi, xatırlamadığım qəzanı öz mənafiyimi üstün tutub, yalandan boynuma almayacam. Hüquq qarşısında hər kəs bərabərdir. Yəni, mən də içində olmaqla. Axı ata, Özünü boş yerə yorma. Hazırlar, gedək. bu bizim son çıxış yolumuzdur. Dedim, hazırlar, gedək. Bəli, bütün sənədlər hazırdır. Aha, bir dəqiqə üzrü sayın. Salam Kərimcan bəy. Mən polis məmuru Namazlı Zeynəb. Salam, buyurun. Atanızın avtomobilindən qan izləri tapılıb. Və qurbanın qan izləri ilə uzlaşır. İkinci dərəcəli cinayət. Aha, bunlar nəyə əsas verir? Niyə yaxınlaşmısınız? Qurbanın adı Ceyhundur. Bu qədər təsadüf müdür? Bütün bunlar yetəri qədər əsas verir. Sizin atanızı müdafiə etməyiniz özü əsassız və qəbul edilməzdir. Axı, Uzun sözün qısası atanızla məhkəmə zalında görüşmək məcburiyyətində qalacaqsınız. Sağ olun. Sağ olun. qalx. Əyləş. Məhkəməni açıq eləmək. Hakim Tofiq, məhkəmədə yalnız doğruları söyləyəcəyinizə qansız sözlərlə and içirsinizmi? Həqiqəti və məhkəmədə baxılan cinayət təqibi ilə bağlı mənə məlum olan bütün halları məhkəməyə söyləyəcəyimə and içirəm. Cənab Tofiq, neçə ildir kürsüdəsiniz? Elədirsə, cənab Tofiq, zərfinizdə neçə ağır cinayəti qərara bağlamısınız? Etiraz edirəm. Görünür hakimin keçmişinin hüquqi münazirə əlaqəsi yoxdur. Möhtərəm hakim, iddiaçı mənim müdafiə etdiyim şəxs haqqında yanlış mülahisələr irəli sürmüşdür. Mən isə bu gülünc iddiaları çürütmək məsuliyyətindəyəm. Rədd edildi. Zərfinizdə neçə ağır cinayəti qərara bağlamısınız? Bu, sayısını xatırlayacağım bir şey deyil. Bəs yaxşı, bu sayını məndən eşitməyiniz sizi təəccübləndirəcəkmi? 1296 mülki iş, 17 ağır cinayət və 436 yaralanma. Bu məni təəccübləndirmir. Bəs bu təqsirləndirilən şəxslərdən hər hansı birini əzdinizmi? Etiraz edirəm. Sizə xəbərdarlıq edirəm, cənab Tofiq. Cənab Tofiq, qurbanı vurduğunuzu xatırlayırsınızmı? Xatırlanmır. Təşəkkürlər. Başqa sualım yoxdur. Ceyhun Məmmədovdan xoşunuz gəlmədiyini söyləmək yanlış olmaz, elə deyilmi?
Bu doğrudur. Hakkında pis nəsə olmağını istədiniz, elə? Bəli. Hətta ölməsini də. Bəli. Nifrət etdiyiniz adama məxsus qan izləri yalnız sizin avtomobilinizdə aşırılırdı. Necə tapıldığını, qan izlərinin orada nə etdiyini bilmirsiniz. Xeyr, bilmirəm. 1.83 boylarında hardasa 100 kiloluk bir insan. Oldukça canlı biri. Hətta velosiped üzərində. Heç bir şey hatırlamırsınız. Etiraz edirəm. Sual verildi və cavablandırıldı. Rədd edildi. Yəni, həyatınızın ən pis günlərin birində mağazaya gəldiniz. Nifrət etdiyiniz birini gördünüz. Etiraz edirəm. Bu hələ tam müəyyənləşdirilməmişdir. İcazə verin sözü bitirsin. Nifrət etdiyiniz bir adamı gördünüz. Sonra yolunuzu dəyişdirdiniz. Siz də o adamla eyni zamanda və eyni yol üzərindəydiniz. Tək fərq siz üzərində qurbanın qanı olan avtomobilinizdeydiniz. Qurbanın isə böreği parçalanmış, qabırğaları qırılmışdı. Siz ona vurduğunuzu xatırlamırsınız. Xatırlamıram. Bu təqdirdə məhkəməyə söyləyəcəkləriniz də bundan ibarətdir. And altındasınız. Bunu yaxşı başa düşən ki, siz bunu hamıdan yaxşı bilirsiniz. 16 yaşlı bir kızı boğaraq öldürən biri. Bir yandan nifrət etdiyiniz bir adam, digər tərəfdən həyatınızın ən pis günü və önünüzdə ədalət tərəzisini tarazlamaq kimi bir fürsət var. Və sizin ifadənizə görə siz bu fürsətdən istifadə edib heç bir şey etmədiniz. Xeyr. Başqa sual yoxdur. Bu mənim ifadəm deyil. İfadənizi necə başa düşə bilərəm? Cənab hakim, etiraz edirəm. Başqa sualım yoxdur dedi. Mən ifadəmdə ona vurduğumu xatırlamadım dedim. Hörmətli hakim, qısa bir ara tələb edə bilərəmmi? Rədd edildi. Cənab Tofiq, hakim Tofiq, siz onu qəsdən öldürdüyünüzü fikirləşirsiniz. Etiraz edirəm. Şayət xarakterli iddia var. Qeydlərdən çıxarılsın. Bəli. Səssizlik, səssiz olun, oturun. Təşəkkür edirəm hörmətli hakim. Başqa sual yox. Deməli, yaxşı. Cənab Tofiq, bu hadisəni törətdiyinizi düşünürsünüz? Bəli, doğrudur. Düşünürsünüz. Amma bu həmin hadisəni törətdiyiniz anlamına gəlmir. Elədirmi? Elədir. Yaxşı. Sizin düşüncənizə görə həmin adamı bilərəkdən öldürdünüzmü? Bəli. Ah, deməli belə. Yaxşı. Tam olaraq həmin hadisəni niyə xatırlamırsınız? Həyat yoldaşım yeni vəfat edib. Bununla bağlı müalicə alırsınız? Etiraz edirəm. Bununla əlaqəsi yoxdur. Cari vəziyyətlə əlaqədardır hakim. Rədd edildi. Yoldaş vəkil, xahiş edirəm itkimi bölməyəsiniz. Deməli, sizdən az öncə soruşduğum kimi, hər hansısa bir xəstəliyiniz varmı? Bəli. Kemoterapiya qəbul edirəm. Aha, deməli, siz onkoloji xəstə hesab edilirsiniz. Yəqin ki, həkiminiz bu barədə sizə məlumat verib. Bəs hansı simptomlar var? Ani əsəb, ürək bulanması. Və ən əsası, yaddaş pozuntusu. Etiraz edirəm. Cənab vəkil, siz öz nitqinizdə hakimi manipulyasiya etməyə çalışırsınız. Əyləşin cənab vəkil. Möhtərəm hakim, biz topladığımız sübutlara əsasən Tofiq bəyin törətdiyi cinayəti müəyyən etdik və tələb edirik ki, törətdiyi cinayətə uyğun olaraq azadlıqdan məhrum edilsin. Hər kəs əyləşsin.
Tofiq bəyin törətdiyi cinayəti müəyyən etdik və tələb edirik ki, o layiq olduğu cəzaya məhkum edilsin. Cənab Tofiq, bu cinayəti törətdiyinizi qəbul edirsiniz? Bəli, qəbul edirəm. Məhkəmə qərarını vermişdir. Azərbaycan Respublikası cinayət məcəllərinin 120.1 və 120.2.12-ci maddələrinə əsasən Tofiq Zeynalov qəsdən adam öldürmə cinayətinə əsasən 7 il müddətində azadlıqdan məhrum edilir. Məhkəmə bağlı elan olunur.